tərəfində vuruşuruq. Dəhlizin o tərəfində mənimlə birgə keçmiş cəhbə yoldaşlarım bilsinlər ki, mən burada da vuruşuram, nə cür ki keçmişdə hələ Laçın alınmamışdan qabaq vuruşurduq. Bir də ki, çoxdandır, 2 aydır, 3 aydır mən evdə olmamışam. Mənim ki, yəqin ki, narahatdırlar. Bir də sözlərim. Anam, evdəki də qızım Jale Nemi ilə bilsinlər ki, hələ ataları salamatdır. Allah'a şükür, ən böyük arzumsa Laçını, bütün Qarabağı azad görməkdir. Sizə uğurlar, arzu edək ki, biz bir dəfə daha gələndə bura, burada yox, Laçın torpağında, şəhərin özündə sizlə belə müsabiqə götürək. Sağ ol. Birin qaldı. Geçtim kabağını pazar. Yolumuz Pircahan kəndinədir. Aşağılar bir sağlı burada elə düşün aşağı. Makarası kimi var üstü? Sağ ol. Benim önümde bekliyorsun böyle damla, sonra mı geçtim? Hadi bir tot alasın. Koy elə kalkıraz elə gətirim elə. Yox, bir tane elə qoşun. Masalası bir de sitemezdi. Ne oldu? Kime sattın? Her yeri paska sattın. Hücum el yanında korkmurlar. Çasmış, 2 dəfə çasmış. Ay onu şeyi görməni deyir məndən. Poçak yanına. Cəmil görməm qulaqları kəsmiş. Qaçırlar ha. 2 nəfər. Güroz tutu gətirib 38 nəfər öldürmüş. Ha o günləri Cəmil Bir cib qulaq kəsmiş. Özüm olur. Qızın zırqası elə qulağındaydı, köp oldu yalan. Ha sen Ha, işlərində Rus da var. Ha Urus da var, Urus da var. Urus da vardı. Her millətdə var, ama köpürlü millət elə qorxaq ki qorxaq. Birazdan onları bir yerdən duracaqlar. Ha yok ondan da ziyarı renk yok. Ha,
Gəncə şəhəri İsmail Mürsəl Yunisoğlu Gəncə şəhəri milis bölməsi qırat atanlar batareyasının komandiri. Biz bura gəlmişik ancaq torpaq vətənimizi qorumağa. Biz bura gəlmişik, biz heç bir şey deyə bilmərik. İşimiz də yaxşıdır, hər bir ehtiyacımız ödənilir. Heç nədən narazılığımız yoxdur, ancaq gəlmişik biz xalqımızı qorumağa, vətənimizi qorumağa. Biz Laçın kordonu mütləq aşmalıyıq. Bu niyyətlə də biz indən sonra da döyüşümüzü davam etdirəcəyik. Geriyə yol yoxdur. Ancaq biz xalqımızın, vətənimizin uğrunda hər şeydən keçməyə hazırıq. Ailənizdə sözünüz. Ailəmizdə oldu sözümüz, hamımız sağ salamatıq. Bu ailəmiz də görsün ki, biz qeyrətlə dayanmışıq, namusla torpaqlarımızı qoruyacağıq. Biz arzu edirik ki, Gəncə, bütün hər bir söhbətlər qutarsın. Ancaq xalq birləşib yumruğunu bir yerə vursun, bundan torpaqlarımızı düşmənlərdən azad edək. Mənim öz ailəmə sözüm nədir? Bir dənə balaca qızım var, Türkandır. Yəqin ki, baxar da televiziyada, yoldaşımla, anamdır, bütün hamısını görsünlər də sağ salamat varıq. Tezliklə də qayıdacaq. Sağ salamat olsun, hər şey yaxşı olur. Sağ salamatçılıqdır. Nigarən olmasınlar. Mən də çəkəndə töküm. Bütün Azərbaycana salam, hamıya. Canlılara salam. Qorxmaz. Yəni bu papam mahon baxsın ki, sağ salamat bara maliyyə işlə istəmirəm. Ya bacıları. Sözüm yox, ayrı sözüm yox. Öydən xarbat qaçmışam. Sapoğu aynadan tulluğa. Mən ürək sözümü demək istəyirəm ki, mən özüm Kerimboy rayonunda oğulam. İstəyirəm ki, qoy atam, anam da görsün ki, mən həqiqətən sağam, öz ailə vəziyyətim, təzə ailə qurmuş oğlanam. Heç məsələn, bir ayda öyle ailəmi qurmuşam. Özüm də indi öz ürək sözümü demək istəyirəm ki, mən o qeyrətlə, o namusuna məni göndəriblər. Axır qanıma kimi, mən axır sözümü deyirəm, sağlıq, salamatçısı qoy atam, anam görsün ki, mən həqiqətən öz qeyrətli, namuslu torpağımı qoruyuram. Öz vətənim uğrunda da iştirak edirəm, eləyəcəm də. Bəy, sənin sözün. Mənim 3 dənə oğlum var, qoy uşaqlar atasına baxsın, fəxr eləsin. Ondan sonra evdəkilər də sağlıq, salamatdır. Oğlanların adı? Oğlanlarımın adı biri Sərxandır, biri Akandır, biri də ki Rasimdir. Sağ salamatçılıq evdəkilər də arxain olsunlar. Allah qoysa qələbə ilə qayıdarıq. Qələbə vapşı demək olar ki, qələbə bizimlədir. Mən onu deyə bilərəm ki, qoy bütün Gəncə şəhərinin xalqı bilsin ki, həyatda doğrudan da analar gözəl oğullar, mərd oğullar doğur. Ona görə ki, necə ki, indi mən iki oğul, Ramil və Amili qoyub gəlmişəm. Qoy onlar da və mənim ailəm, anam baxsın, özdəki ananın təkiyəm, 70 yaşında anam qoy baxsın, fəxr eləsin ki, oğlu axıra kimi, axırıncı belə damla qanına kimi öz torpağı uğrunda vuruşacaq, vuruşubdur, axıra kimi də dayanacaq. Sizə varırıq. Sağ ol. Burada çoxsu 4 bacının, 5 bacının bir qardaşıdır. Mənim özüm də 4 bacının bir qardaşıyam. Mən özüm də könüllü gəlmişəm. 5 ayda, 6 ayda vuruşuram. Gürcistana kimi vuruşmuşuq. İndi könüllü mən istəyirəm ki, yenə vuruşmaq. Müharibə qutarana kimi Allah qoysa, qələbə bizimlər. 2 Qazaxstanda yaşayırdım. Bu hadisə Xocal hadisəsi məni çox sarsıtdı, gəldim bura. İndi neçə ay, 7-ci ayına keçib ki, vuruşuruq. Vəziyyətimiz yaxşıdır. Demək olar ki, laf əladır. Bir dənə mənim arzum odur ki, nəinki Gəncəni, bütün Azərbaycan qoy qeyrətli oğullar da yığılsın bura. O, arvad tumanatda yatanları perona yatır. Bizi dənə qeyrətli oğullar yığılsın bizi kimi, qoy axıra kimi vuruşaq. Lazımdır bu söhbət, istəmirəm heç bir söhbəti. Hamı xalq üçündür. Bir dənə uğurlar. Bir dənə var. Kıyı vuran kartallara
çizilər saralı bay, şehli temelden. Ler çizilər saralı bay, şehli temelden. Kurban oldu ay, Allah senden. Reysan yani yavaş yavaş indirirler. Koy bizi daha Cengiz, şöyle bir de üstüne gelin. Bak. Emre insanlar hamza hazır bıraktı. Başla! Başla! Gel buraya, oya! Hayır gelin. İyi yere. O tarafa tut, o tarafa tutmak sözeyin oralara. Sen yatırlar. Sözeyin oralara bak. Derya tutma baba. Derya sen o buralara yoksa. Kaç başın şu geri. Yavaş yavaş. Hayır kim yok bu kedimden çağıralım. Türkiye'de gel. Gel sana tamam. Çalışıyor. Ha, evet ne durum? Bir patron kancasınız ha. Pardon aslında korsandan aslında. Bence harap diye. Hadi dereye düştü. Ne bak? Geç çıkın. Yağı bari canırlar. Ağzı geldi baktı. Çekelim beni yani. Benim zaman olursan, elə bayaqdan anekdotlarla danışırsan, elə yalan, doğru, elə deyirsən. Digimlə nə məşğulsun sən burada? Elə bu anekdot danışmanla. Ben yok. Ben anekdot danışmakla meşgul değilim. Ben bu uşaklarla bizim mamasıyım, anasıyım. Şöyle pişiriyorum bunlara. Bak o pekadı benim. Onda da kişi kabul. İzleneler onlara hele kabul yol süre verdi. Evladım bana tutular bize sormayın. Neler ona hele süre pişirip verin. Ama ben de neler onlara süre vereyim. Ben onların hemisi aksak kalıyorum hem bakıp sayıyorum. Hele sen süre. Onda seçik orada geçmiyor. Kalıp bırakmaya yok. Bak. Göstergene salamaz. Başka da var. On düz değil. Biraz ileri canlı ha. Sen söyleyeyim ki şimdi de başım Karın demiş ya. Gün olsa çöreği yemiştik değil mi? Bizim değil. Hamlı bir səhti. Görmez çıkan. Onu da koyuyor ha. Evet. Sigara gidiyor. Evet. Sen sigara görmesine de Peki şöyle oradan al. Vay ne biletin aslında ya. Şimdi abi bırakın yanına gidin. Hadi kral kapı. Yok. Gel. He? Maşın Ben oraya geldim. En çok. Gömden hem kestiğimiz yeri vururlar. Neye yediriyorum? Hardansın siz? Aslında Adı salın. Məktəb Muradov. Sözünüz ailenizə. Ben de çekin ben de söyleyeyim lan o.
Sağ salamatıq da. O görsünlər ki, Sağ ol. salamat Sağ ol, salamat söyləyir. gələsiz. Başqa hansı rayondan var? Biz Sözünüz, hardan gəlmişsiniz? sözümüz odur ki, biz başdan gəlmişik deməli 3 nəfərik. Ramiz, Erşad və Yunan uşaqlar 3 nəfərik. Laçın dağlarında döyüşürük. Narahat qalmasınlar ki, biz də sağ və salamat axıncı qanımıza sonra döyüşməyə hazırıq. Döyüşək və o birisi Bakıda qalan o siqaret satan alverçilərdən bir dənə xahişimiz var ki, onlar da bu cəmiyyətə qoşulsunlar, bu xalqa qoşulsunlar, xalqla bir yerdə döyüşsünlər. Bir dənə böyük arzumuz bizim budur. Başqa cəmiyyətlərə qulluq eləməsinlər. Ay sağ olun. Hadi mal bura sigaret göndərsinlər. Düzgün buyuruyor. Döyüşəcəm, sigaret yollasınlar sonra. Çəkilin. Dedin ki, sıra yollasın. Gəlsinlər sigaret aparsınlar. Basın Ratosunun sıravi döyüşçüsü Çingiz Novruzov. Bu ailəmiz bilsin ki, sağ salamatıq, eyni zamanda burada, eyni zamanda həmin öz kəndimizdə oturmuşuq. Kəndimizdəki cavanlarla yanaşı, Qıraqdan, deməli Bakıdan, Gəncədən, Azərbaycanın ayrı-ayrı rayonlarından bizə kömək edirlər. Eyni burada qardaş kimi öz torpağımızın müdafiəsində mərd-mərdana dayanmışıq. Mən Baxışov şöbəsinin milis serjantı Zeynalov Vahid. Mən yuxarıdakı o vəzifəli şəxslərimizdən çox xahiş eləyərdim. Və buradakı kollektivin adından, ona görə ki, buradakı kollektivin adından, burada döyüşən uşaqlarımız, yoldaşlarımız, qardaşlarımız, eləsi var ki, bacılarımız vardı aramızda. Şimdi hal-hazırda 2 gündür meyitlə gediblər. O qızların, biz demirik ki, cahillarıq, oğlan xeyləyik. O qızlarımızın qeyrətini çəksinlər. Orada vəzifə davası eləyir, üstol davasında çəkişməsinlər. Mənim bircə xahişim olur. Xahişim bütün... Salam yok, işiniz irəli. Sağ ol. Hoş geldin. Artık söhbət. Bərəkətli olsun. Gəlin, çay gətir. Çox sağ ol. Ya böyle olaydım. Evet. Yeter hele. Erkek onu. Yağmur eledi. Hale merkez ya. Sen burada askersən? Adın nedir senin? Hardansan? Sesi. Bakıdanım ben. Adın nedir? Asif. Evet, bərəkətli olsun. Elə onsuz da müharibə vaxtıdır. Hər öz işini görməlidir də burada. Öyle oturma da. 3-4 günü bırakıcıyla gezdik. Görək də, Allah qoysun, bıraxalım. Yazırlar, bırakırlar, deyirlər gəlin. Görək də, sağ olun. Salam Mölükü, mən danışıqda eşidirəm ki, siz Bakıdansınız. Tamam, biz de Bakıdayız. Salam Mölükü. Abdülhamid, Bakıdan gelmişiz. 3 aydır buradayız. Hə, sözünüz evə. Evde demek ki sağ salamat iyi. Bu evde görsünler ki amir salametli, amir salam diyor. İndi bizdən nigarın Rahat olun. İndi bir aydan gələcəyik də, bir uzağı bir aydan sonra Bir aydan sonra indi evə gəlirik. Uşaqlarınıza, övladınız varsa olanlar nə söz deyə bilərsiniz? Ya burada çok değerli subay uşaqlar diyor. Anamıza, Şöyle uşağı, sus. hamısına salam diyor, Şöyle dostlarımıza. Учится. Var şu bacı uşağı. Спасибо. Uşaqlara da bir tane salam. Başı Hamısı. uşaqlarına. Başı şəhər uşaqlarına. Çaşanlar da bizim kimi. Evdə çatdırsınlar, sağ Adın nədir sənin? Belə gör. Mahmud, Bakıdansan da. Hayır, nə ailən, atan, anan. Tamam anam asılsa salamlar. Qoy görsünlər ki, sağ salamat. Güneşmeyin, öyle bilememiş.
Sizə uğurlar. Gəndi belə qabağdan belə. Çıxmışam, hələ ki, heç kimin xəbəri yoxdur ki, mən buradayam. İndi yəqin ki, görəcəklər ki, sağ-salamatım da. Salam deyirəm hamısına. Bilsinlər ki, salam olsun. İskəydəyəm. İnşallah qayıdıb gəlirəm evə. Allah qoysun. Yağ yok, kat yok, sayıla katsız içini, her bir şey ayakkabı budur, bak ağımda çiğ, bayılmak şey. O meyhanacı. Valla. Kaç dol, bunu tut. Azlıqdan bilmir. Bir dakika. Yaxşı. Deyazdım alın, bunu da çekiyle. Onunla yeriz. Şöyle geçeyim Deyirlər ki, yardım göndərin, yardım hara göndərilə bilmirəm. Damar sağlasın, boynuzundan kəsib göndərir bizim üçün, onu da apab satırlar. Nə ayaqqabı yox, nə paltar yox. Daha qalxırsan, düşürsən paltarın adam cızırlı, deyir ki, 6 aylıq verir sana. Sigaret yoxdur, heç bir şey yoxdur. Uşaqlar elə diyanıb böyük şeydir. Belə şey olar, damar sağlasın. Görün ki, yol belə yolu. Salam aleyküm uşaqlar. Hər vaxtınız xeyir. Komandiriniz kimdir? Fərqi yox. Adınız son. İskəndərov Rəhman Qısıroğlu. Yazma kim? İskəndərov Rəhman Qısıroğlu. Danış. Dərdimiz odur ki, İnci necəyim, bizi gətirib atıblar buna, qazılsız bu, tullayıblar bura. Uşaqlar nə yeməyin verirlər, nə sigaretin verirlər. Mayın 17-sindən bunların birindən maaş alır. Ailələri qaçqındır. İndi bu zalasında nə qədər oğlan özü qaçqın. 3 dənə uşaq atası, nə maaş alır arvadı, indi gəlirlər. Nə iş yerinə verirlər, nə də müdafiə nəziri verir. O sözdən bura gəldiyimiz ancaq bax bu avtomatdır. Nə bir texnikamız var ermənisə getməyə. O kəndə olmur ki, bu uşaqlar təpələrini gül altına qoymasınlar. Nə bir texnika verirlər, nə bir maşın verirlər. Necə, oğlan günüz deyir, çəkdiyimiz ot, yediyimiz ot, komanda verəndə qalırıq belə. Ayrı nə sözünüz var, ürək sözünüz ailənizə, nə var deyin də. Görürlər də özləri görəcəklər ki, sağ-salamat bir o bəslik çəkmişlər. Hamımızın sağlığı olar ki, mən bilən bəs eləyərdim. Çünki çalışmayan cəhətlər komandir özü qeyd elədi. Yəqin ki, özlərinin qiriyyəti biraz yol verməsi biz burada bir gündə qalaq. Kömək eləyərlər. Əsas təchizatdır o. Adi burada yaralananda biz tapırıq ki, yaralılar sarmağa. Dərman yoxdur, həkim yoxdur. Bir nəfər həkim yoxdur ki, yanımızda felçir. Vuruşuruq, yaralını çıxartmağa döyüş meydanında maşın yoxdur. BMP'də yaralı çıxardırıq. BMP'miz var. Var da onu da aldılar, getdi. Bir yer deyəm mən sana, buraya Bakılı talkozkalarda oldu. Geçimdə desələr də, tanımış. Uşaqlar 4 gündür erməni sigaret çəkirlər, 4 gündür erməni sigaret çəkirlər. Sağ olsun ermənilər ki, sigaret gətirirlər. Kanyakı qoyurlar orada. Vazgeçen kirləmiz biraz sigaret göndermişti, getdi ondan. Kanyak var orada, her şey var. Güzeldi. O olmasa ne diyeceğiz? Allah vazgeçen Bir daha kansere 5 nefer gidiyor. Çörek yoktu bu vaktidə. Ha, çöreğimiz yoktu. Karnı kim pişirdi? Yoktu. Bir karşımıza Hamısında bir başka sigareti çöreyle 4 nəfərə verirlər. Her şeyde güzel. Çörək altı yer. Her şey gözlüyor. Bir daha texnika versin. Özümüz xəmir yoğurub, özümüz də pişiririk. İndi indi döyüşə gedirsən, xəmir yoğurub. Oraya pişirirsən, ağzına yesən. Bir nəfərə 4 tane sigaret verir bu başka. Ondan salat olan var. Texnika versin, ne güzel. Saatlarla döyüşdə oluruq, məsələn, bizim o yuxarı hissədə, məsələn, yuxarıda oturanlara xahişimiz budur ki, o çəkişmələrdən bir-birinə əl çəksinlər.
Heç olmasa ön xəttə bizə köməklik eləsinlər, bizi ruhdan salmasınlar. Eşitdiyimə görə deyir ki, miting olub şəhərdə. Ailənizə sözünüz. Ailəmizə sözümüz budur ki, hamımız salamatçılıqdır. Sazımız yollasın. Bizdən hamısına salamlar. Onlar yəqin ki, bizi görüb sevinəcəklər. Hamısı yaxşı uşaqlardır, can deyib, can eşdən qardaş kimi hamısı da bir məqsədə vuruşanlardır. Qəhrəman bir iş gəldi. Asıl kəlmə olar. O şəhid gedən qardaşlarımızın valideynlərinə baş sağlığı verərdik. Sizi biz əgər Kəlbəcərin sərhədindən Laçının sərhədinə keçəndə çox çətinliklərimiz olub, amma buna baxmayaraq, gördüyümüz döyüşçülər ona igidliklə sinə gəliblər. Onu da sizə deyim ki, elə olub ki, bir dənə vızvodla, 30 nəfərindən 50 dənə, 60 dənə ermənilərlə qarşılaşmış, erməni bayadırlarla. Amma onlar bizlə 20 dəqiqə, 30 dəqiqə döyüşməyə belə tab gətirə bilməyiblər. Mənim sözüm ancaq xalqımadır ki, qoy xalqım ayılsın. Nə vaxta qədər ki, biz parçalanacağıq, nə vaxta qədər ki, onun müstəmləkəsi olacaq. Qoy ayılsın, mərkəzdə də hər şeyi nizama salsınlar və bilsinlər ki, torpağın ucqarlarını da qorumaq lazımdır. Başa düşürsünüz, torpağın ucqarlarını qorumaq lazımdır. Xalq onu başa düşsün, öz müqəddəratını özü həll eləsin. Və ucqarların da müqəddəratını aparıb mərkəzdə həll eləməsinlər. Rəhbərlər, o mərkəzdə işləyənlərin əksəriyyəti gəlsinlər, heç olmasa lazım olan döyüş obyektləri, pozisiyaları, bütün bu döyüşçülərə göstərsinlər, bunları həvəsləndirsinlər. Mənim sözüm bura qədər. Mahmud müəllim, o bizim ağsaqqalımız Mahmudla həmişə köməkdədir. Mahmud mənim sözü. Başım, bizim əskərlərimiz döyüşdə qəhrəmancasına döyüşürlər düşmənlə. Lakin onlara qayıqkeşlik hələ də azdır. Hər cəhətdən onlara qayıq göstərmək lazım. Onların ailələrinə, özlərinə. Demək olar ki, yoxdur. Əgər bu olarsa, onları əlbəttə döyüşdə ruh daha da cəsarətlə onlar döyüşə gedərlər və düşmana qarşı vuruşarlar. Adınız, ünvanınız, rütbəniz var mı sizin? Bəli, mən önce 66 yaşım var. Geçmiş Sovet ordusunda uzun müddət qulluq eləmişəm, 30 ildən yuxarı. Şimdi də burada döyüşçülərimizlə bir yerdə oluram. Lakin bunlar deyirlər artıq sənin yaşın keçir, evə getsən daha yaxşı olar. O bizim, yukarıçılar değil. Evrende sefer var. Bir de şeyde, Otos kəndində bu rəhmətliyə getdi bizim 7 nəfər. Onlar bizim qardaşlarımızdır, şəhid oldu. Onların valideynlərinə biz, necə deyərlər, baş sağlığı verir. Bizim də ürəyimiz alır. Biz bilirik ki, bu qardaşımız. Onların qanı yerdə qalmayacaq. Allah'ın adı rəhmət eləsin. Heç qalmıyor da. Onların qanını almışıq. Amma artıqlaması ilə 10 qat, 15 qat onların qanını yenə alacağıq. Biz bilirik ki, biz Laçını almalıyıq, alacağıq da, qələbə bizimdir. Amma indi az da olsa bizə kömək eləsinlər. Biz nə yemək, nə süt, heç olmasa texnikamızı versinlər. 2 dənə rota üçün 2 dənə BMP bu, elə bir üçün göydən düşür. Onlar texnika versələr, biz yeməyi ermənilərdən özünüz. Sen gəlmişsiniz, Yol, ha? Daha başkan geldi. Mənim oğlum bir görsün ki, o mənə çatır ki, məktub gəlib ki, deyir ki, adındır, həmişə televizorda baxıram ki, atamla fərhanıram da, görmürsə də, genelde televizora heç kimi qoymur evdə ki, baxsın. Ancaq vremi olanda, ya bir şey olanda, evdəkilər deyir ki, sakit, mən deyir, qulaqımı, atamı baxıram, görüm orada da yoxsuyum. Salamat. Hamısı salamatçılıq da, oğlurla qoyur, görür da. Mən elə bir söz deyərdim, bizim o şəhid olanlar haqqında. Biz bu Laçın torpağının ayaq basandan bəri bu yiğitlərlə həmişə qələbə ilə bizim döyüşlərimiz nəticələnib ki, elə bir işimiz olmamışdı. Düzdür, düşməni məğlub eləmişdik, qovmuşduq da, əsir də almışıq. Məhv eləmişdi. Bəli, dəfələrlə onların niyyətlə döyüşsüz kənd alınmayıb. Döyüşsüz kənd alınmayıb. Onların hətta biz texnikalarını da almışıq. Onlarla hər bir texnikalarla qarşılaşmışıq, onlar bizə tab gətirə bilmirlər. Amma son döyüşlərimiz Xosaz kəndinin alınmasında
seçkimiz oldu. Orada bizim necə deyirlər, 7 dənə o əvəz edilməz, unudulmaz yiğitlərimiz şəhid oldular qəhrəmancasına. Onların ailələrinə çatdırın və mən 713 nömrəli hərbi hissənin 2-ci rotasının bütün üzvləri adından, o cümlədən 1-ci rotanın döyüşçü əsgərləri adından onların ailələrinə dərin hüzünlə başsağlığı verirəm və onların qarşısında, ruhu qarşısında biz hamımız and içmişik ki, onların qanı yerdə qalmayıbdır və qalmayacaq da. Və biz son damla qanımıza qədər, Laçın torpağının azad edilməsinə qədər əlimizdən gələni eləyəcəyik. Qoy onlar rahat yatsın. Allah onlara rəhmət eləsin. Allah. Demək olar ki, döyüşdən indi gəlmişik. Bizi də deyirəm, evdəkilər görərdi, necə deyərlər, şad olardılar. 3-4 aydır bir-birimizin üzünü görmürük də daha doğrusu. Qoy görsün, öz uşaqlarımızla, hamdülillah. Sağ salamat. Qoy görsün, sağ salamat. Amma oğlum, bir aparatına bir fırra da axırın bir dəfə görə. Mənzəriyə. Mən də xatır dəstə yazıram, gündəlik. Bu pəncərəyə də bir yazsana, o pəncərəyə, o Makedona. Ermənin qulağına yəqin. Lasındır. Kemal artı Lasının oradan bura 10 kilometrdir. Kimi? Bir nömrəli məktəb yandı mı var? 2 nömrəli. Qəlbi yanmır. Deyəm. Bizim Laçın batalyonunun əskərləri, zabitləri, serjantları çox vətənini çox sevən yoldaşlardır. Onlar mərdliklə döyüşürlər. Bir neçə dəfə erməni quldurlarını bizim kəndlərdən qovmuşuq, çoxlarını məhv eləmişik. İndi də həmin qayda ilə Laçına qədər getməyə hazırıq. Kəndlərimizin hamısını döyüşə almışıq. Düzdür, quldurlar dəstə gəlirlərdi. Gözlənilmədən gəlirlərdi. Bizim uşaqlar onların nə qədər, nətər deyərlər, bildikləri var isə hamısını vaxtında biz onların aşkar eləyirdik və onları bax bu kəndə qədər itkisiz qovmuşuq, onlara çox itki vermişik. İndi də Laçına qədər qovmağa hazırıq. Çox vurur. Var qövməyimizlə. Olma çıxarır. Hə, Göndərim o kişini də gətirək. Sonra kim qaldı? Yaşıyor, sağ ol. Əsas məsələ alacam, ne alacam? Əsas məsələ alacam. Alacam döyüşə git. Əsas məsələ Laçına Alacam, döyüşə git. Əsas məsələ Laçındır. Tamam, yani şey var. Gel.
Həm söhbətim Laçın rayon Daxili İşlər Şöbəsinin rəisi Səlimovdur. Yoldaş Səlimov, bu işlə haqqında nə deyə bilərsiniz? Özünüz bir neçə gündür ki, bizim rayonunun sizə məlum olan ərazisində gəzirsiniz. Milis işçiləri ilə, hərbiçilərlə söhbət edirsiniz. Bizim mövcud vəziyyətdəki halımızı, əhvalımızı görürsünüz, duyursunuz. Səhv eləmirəmsə siz Laçın milisini bu gün deyil, 3-4 ildir tanırsınız. Və Laçın milisinin nəyə qadir olduğunu Laçınlardan başqa demək olar ki, bütün əksər Azərbaycan xalqı da bilir. Mən məlum hadisələri təkrar eləmək istəmirəm. Bir kəlmə demək istəyirəm ki, məqsəd yönlü yayılan şayiələrə baxmayaraq, kimin kim olduğu bilinir, xalq hamını tanıyır və kimin kim olduğunu zaman dair edəcək. Allah qoysa, yaxın vaxtlarda bilinəcək ki, kim nə qədənin sahibiymiş, kim nə məsləkə qulluq edirmiş. Mən hərbi söhbət haqqında çox istiqamətləndirici danışmaq istəməzdim, çünki bu işə cavabdeh adamlar var, çox güman ki, su adamlarla söhbət eləmişsiniz. Amma Laçınlara bir üzümü tutub demək istəyərdim ki, o Laçın alınmamışdan bir 10 gün, 15 gün qabaq ailəsini, uşağını, evini, var dövlətini yığıb gedən oğlanlar, indi də bu saat o Ağcabədidə, Bakıda yardım ambarlarının böyür başında fırlanana qədər, indi də bu yazıq cəmaatın arasında nifaq salana qədər, indi də yardıma göz dikənə qədər, heç olmasa özləri, arvad uşaqları qalsın, özləri gəlsin öz rayon ərazilərinə, özləri burada rəhbərlik iddiasında olsunlar, özləri yıxsınlar cəmaatı başına. Çünki burada görməli işlər çoxdur. Siz özünüz görürsünüz, Laçının bu ərazisi qalıb başlı başına. Cəmaatın qapısında arısı qalıb, meyvəsi qalıb, kartofu qalıb. Bütün bu sahələr hamısı otdur. Laçınlılar özləri bilirlər ki, qışda ot nə deməkdir. Bütün bizim bu sərvət, var dövlət, malqara, qoyun hamısı Ağcabədidədir. Qışda bu malqara nə yiyəcək? Bu işə səlahiyyətli olan adamlar, bilavasitə bu malqara ilə məşğul olan adamlar Ağcabədidə nə gəzir axı? Nə ilə məşğuldur axı? Bu bir. İkincisi, Laçın məlum səbəblərə görə tərk olunanda biz demək olar ki 99% bilirik ki, Laçının hansı kolxozlarının malqarası çıxıb, hansı çıxmayıb. Amma indiki məlumatlardan belə görünür ki, demək olar ki, elə kolxoz var ki 900 baş malqarası olub, indi ortaya çıxır ki, 90 baş qalıb. İndi biz öz işimizlə məşğul ola bilmirik. Siz görürsünüz ki, biz harada yerləşmişik və nə işlə məşğul olub. Amma vaxt gələcək, bunun yiyəsi gələcək, hökumət dirsələcək və bu adamlara mən üzümü tutub deyirəm, xüsusilə maddi məsul şəxslərə və kolxoz sədrlərinə. Bu dövlətin, xalqın malı dağıdıla bilməz. Və o adamlar cavab verməli olacaqlar qanun qarşısında. Mən görürsünüz, böyrümdə ağsaqqal kişidir, Alxastı kəndindən də namət kişi. Demək, milisiyadan da qabaq, milli ordudan da qabaq, rayon ərazisində bu adam qalıb. Savxozun 100-dən baş malqarasını tək başına, Alxastı kəndinin mövqeyin bilir, Alxastı kəndindən gətirib rayonun bu başqa dağlıq ərazisində saxlayır. İndi mən istəyərdim ki, sadə əməkçi adam, bax, deməli, Laçının kişi timsalını təmsil edən belə namət kişi danışsın, görək gözü nə deyir. Mənim Daxili İşlər Nazirliyinin nazirə mən minnətdarlığımı bildirirəm. Laçın rayonunun rəisi çox qeyrətlə hərəkət edir. Amma qeyri yoldaşlar gelib yardım güdürlər ki, 500 manat mənə yardım versin. Amma Laçının rəisi ilə mən 2 gün döyüşdə olmuşam yanımda. Gülün düzündə ermənini əl ağacı ilə döyüb, milisin aldı. Mən ona minnətdarlığımı bildirirəm, milis ordusuna. Su arasında yığıb aparıb Laçını təhvil verməklərinə baxma, milis dəstəsi Laçını verməyəcəydi. Bunlarda olan qeyrət, keşke bizim respublikada olaq. Mən xahiş edirəm ki, Daxili İşlər Nazirindən Qorçu yaylağında mən onu təhlif edirəm ki, buraya əl ağacı ilə durmuşam. O samalyotu ilə, vertalyotu ilə gelsin buraya. Bəlkə Laçın torpağını alaq. Kəlbəcər qaçmasın. Mən arzu edirəm ki, bunlara uzun ömür, can sağlığı. Qızıl Ordunun malı da buradadır, bu qoşun da nə kömək istəsə mən kömək eləyəcəm. Və mənim bu tələbəmin məktəbin yandırıblar. Xahiş edirəm Elçin bəydən ki, gələn ayın birində məktəb açılıbdır. Hansı partada oturacaqdır bu? Hansı məktəbdə oturacaq Qorçu yaylağında? Qorçuda yanıq, Alxastıda yanıq, Laçında yanıq. Bu milis ordusuna xahiş edirəm köməkdarlıq eləyərlər, Laçın torpağını, Şuşa torpağını almağını. Mən buna umudam, özü də bu milis dəstəsi alacaq. Söz verirəm ki, canla başla gecə günüz əlləşirlər. Bu saat Alxastıda, Hoçazda, o zonada milis dəstəsi döyüş geçirir.
Ağdarada. Bunları xahiş edirəm ki, kömək vermək, silah vermək. Bir də mən Elçin bəyi təbrik edirəm. Mən Elçin bəyə uzun ömür, can sağlığı arz edirəm ki, Elçin bəy Qorçu yaylağına gələ bilər. Mən bu əl ağacı ilə durmuşam. Elçin bəyin topu, tankı, hər bir silahı var. Mən onu qonaq təhlif edirəm Qorçu yaylağına. Bu güllü çiçəyin içinə mən bu uşaqlarla nətər olur ki, əl ağacı ilə qorxmuram. Bunlar tankla, topla qorxur ermənidən. Ermənidən qorxmaq olmaz. Mən arz edirəm ki, Azərbaycan torpağını almağını, içində paralayan yaşamağı, bir də ki, bizim bazanın otun çalmırlar, bazaları yandırıblar. Və buradan Elçin bəy quruq deyil, bizi gəlsin çağırsın. Heç olmasa Kəlbəcərlər Heç olmasa bizi çağırsın görə hər tərəf ermənidir. Və bunların da anaları var, bacıları var. Elçin bəy biz xahiş edirik ki, bu yaylağa hərbi naziri ilə, daxil işlər naziri buraya gəlməyə mən qonaq təhlif edirəm. Ordu Sağvozunun direktoru bana dedi ki, Yaqub müəllim, bana dedi ki, da vəziyyət ağrıdır. Dedim ki, Yaqub müəllim, nə eləyək? Dedi, gedirəm rayona, maşın gətirəm, malı yığam. Sovetin sədricə ikisi də durmuşdular. Getdilər, da mən də gözlədim. Onda gördüm ki, milli qoşun güruldadı üstümü. Ay aman, ay haray, bu nədir? Dedi, uca qaç. Dedim, haraya qaçım? Dedi, deyindi, Kəlbəcərə qaç, haraya qaçırsan qaç. Uca şəhər alındı, 100%. Hələ də gözlədim, Sovetin sədri ilə direktor gəlmədi. Qayıtdılar, bu səfər o kətdə qalan ərsiz, ələyərsizı yığdım, kətdə çağırtdıq. Qayıtdım, gəldim, özüm qavana düşdüm, keçirdim Kəlbəcərə. Kəlbəcərdən qayıtdım, getdim malı, mal kətdə top. Mən getdim ki, Minkəndi uca yandırırlar. Şeylanıdan çıxdım ki, malda kətdə. Bana deyirlər, sən öldürəcəklər. Dedim ki, bu ölənlərdə mən nə artıq deyiləm, nə də əsik deyiləm. Gedirəm. Getdim, malı yığdım, çağırtdım. Uzoyu çağırda bilmədim. 100 baş mal çağırtdım. 100 baş. O inəkdən doğmuşdu bir neçə baş, onu hamı qoydum ictimaiyədə da ona gücüm düşmədi. Nə o qalxozun sədri, nə də o Sovet sədri. Heç biri o çapozun 6-7 maşınınla, nə o buzoyu yığıb çağırmalılar, nə o əlsiz ələyərsizə bir maşın verməlilər. İki mən çoban qarışıq. Qalanı hamısı qaldı erməni. O malı da yığıb gətirmişəm, özü də Qorçu yaylağında bu ordu ilə milis ordusunun arasında köməkdarlıq ilə. Malı saxlayıram. Axır günə qədər də Laçına qədər. Bu qoşunun dalıcan yeriyəcəm. Amma ara olsun bir hayləy rəhbərlərə ki, Safozun 8-9 maşınına 100 baş buzoy, 70 baş buzoy verdi Görüş ermənisine. Onun birinin qeyrəti, namusu çalmadı ki, bu buzoy yığmasından aradan çağırdılar. Ancaq öz evlərinin taxtasını yığdılar, çağırtdılar. Ailələrini iş başından gərək götürmək lazımdır. Onların öz cezasını, öz payını alacağı sağlıq olsun. Mən bu xalqa, mən umudum var, bu milis ordularından mən umudum var ki, rayon alacağı Respublika istiyor olacaq. Mən bunlara minnətdarım. Qızıldı Safozunda arpalar, buğdalar yetişirdi. Sonasərdə, Kamallıda, Çıraqlıda, Qoçazda güclü taxılımız var. Mən xahiş edirəm ki, bizim bu kətlərin cavanları, ağsaqqalları qayısın gəlsin, kombaynlarla onu taxılı biçək, ya Respublikanın, bu xalqın, cəmaatın bolluq olsun. Erməni bu saat o taxılın qırağına boynun bükür ki, o taxılı biçib aparma. Mən xahiş edirəm ki, Laçın rayonunda Nağartana təsərrüfat olan rəhbərlər, kadrolar, mexaniklər. Ben Körcabala kendinlenen beni hamı tanıyır, bütün Laçın rayonunda tanıyır, Respublikanın aile organlarından da tanıyırlar hal hazırda. Öz kendimizde yaşayıram, kalkozun bizde malı var, malın kalanı da mürovun dalında yaşayır. Korkmak lazım değil, o öz vətənimizə qayıtmaq lazımdır, öz torpağımıza qayıtmaq lazımdır. Bu saati yaxşı çalma yerleri var, onları çalıp üçün yığmaq lazımdır. Ben xahiş edirəm cemaatımızdan, onunla keçəndən sonrasına ağsaqqallarımızdan qayıtsın, öz torpağımıza qayıdaq, otumuzu yığaq, fermamızı sağlayaq, evimizi abadlaşdıraq. Şahsən bizim burada qalmamızda, məsəl üçün bizim rayonun milis idarəsi bizə çox kömək eləyib, onların çox böyük əziyyəti var, çox yorluq çəkirdirlər. Şahsən mən onlara da öz minnətdarımı bildirirəm, erməni quldurları, erməni partisanların Laçının 50 rayonundan təmizləyib, Ərkəndindən təmizləyib çıxardıbdılar. Bu da Bəsus Sultan. Elə bütün o yarım saatı yekin o. Gəlin hamısı bir yerdə. Tam biraz topalasın. Gəlin, gəlin, gəlin. Rəhsiz ekin.
Yok, çəkilib gedəcək. Gedə çəkilir, gedəcək, işimiz olur. Allah baxma ha. Çəkmə. Vay! Hav! Durmasın mı? Sen de geç var da. Yok, vurmaz. Sen git. Koy benden görüşüm onunla. Görüş. Oy. Sağ ol, sevecek. Salam aleyküm. Hardan, səfəriniz hardandır? Oyna. Nə, siz bu kətdə yaşıyorsunuz? Yox. Harda yaşıyorsunuz? Bilirlikdə. Gülöylükdə. Ümumiyyətlə siz getməmişsiniz də, siz burada Getməmişik, biz buradayıq. buradasınız. Bəli, buradayıq. Ha, getmək fikriniz var değil mi? Getmək fikrimizdə yoxdur. Bu gedən cavanlar nə arzulayardı? Növbəti səfərimiz Xaçın yalıdır. Təsadüfüdür ki, bu Xaçın Yal adlandırılan kəndi ermənilər necəsə yandırmayıb. Seyid Məhəmməd ağanın qəbri. Abi sevmez tavanı lafı bile. Onda daha. Əsgərlərimiz Seyid Məhəmməd ağanın yolumuz Çəniz kəndinədir. Sonra necə olduğunu herhalde efinizdə görəcəksiniz.